Her vaktiniz hayırlı olsun değerli izleyiciler, hak dostları, Kur'an sevdalıları. Hoş gördük her birinizi bu mübarek Ramazan ayında. Geçen sohbetimizde Ramazan ayının bereketi, bu ayın mübarekliği ile bağlı hayli aye ve hadislerden bahsettik. Bugün ise biraz işin içerisine temas etmeye, nüfuz etmeye cehd edeceğiz. Ve bu yola çıkarken de Uca Rabbimizden münacatımız budur ki Allah'ım bu küçük sohbetin büyük manada tesirini kalplerde eksel ettirsin inşallah. Değerli dostlar, mevzumuz dahili dünyamızla bağlıdır. Ne için oruç tuturuk? Niye oruç tutmalıyıq? Bugün dünyanın 2 milyarda yakın Müslümanının büyük bir ekseriyeti oruçla şahlanır. Oruç ibadetini yerine getirmeye çalışır. Herhalde elde bir defa gelmesine rağmen oruç ibadeti diğer ibadetlerden sanki daha qabaqda görünür. İnsanlar bu ibadetin ruhuna, onun mahiyetine çok bəled olmasalar da ama itaat ve teslimiyet bakımından diğer ibadetlerden daha qabağa öne getirir ve onu tercih edirlər. Niye oruç tuturuq? Rabbimiz As-Saməddir. Bize əslində öğredir ki, Əsma-ül Hüsnəsinin içerisinde mən ehtiyaçsızam ama ehtiyaçsız olan Allah niye bizim ac qalmağımızı, susuz qalmağımızı, bu fəcirdən məğribə qədər olan zaman intervalı içerisinde belə bu şekilde oruç tutmamızı bizden tələb edir. Hər halda Əl-Bəqərə surəsinin 183. ayəsinin sonuncu bəndindəki hikmeti keçən mövzumuzda açmışdıq. لَعَلَّكُمْ تَتَّقُونَ Yani oruç tutmanın sonda bir təqvaya bağlandığını görmüşdük. Təqva sadece haramlardan uzak olmak değil. Təqva eyni zamanda halalları da israfa varmadan daha müvazinetli bir şekilde yaşamaktır. Təqvanın içerisinde bir korunma var. Aslında təqva bir qaladır, imanın qalasıdır. Təqvalı insanlar təqvasını ixlasla əldə edərlər. Səmimi olmayan insanlar müttəqi ola bilməz. Hansı ki Kur'an-ı Kerim ayələrində bizə ittaqullah haqqa tuqatihi deyir. Allah'a layık olduğu şekilde təqvalı olun. Değerli dostlar, görünür ki işin içerisine girdikçe bizi beden ölçemizde, ruh şehrimizde, manevi dünyamızda oruçla bağlı ne kadar görmemiz lazım olan işlerle tanış edir. Önce bir şeyin fərqinə varacağıq. Biz imtina etmeyi öğrenirik. İnsan imtina ettiği zaman azat olur. Axı içərimizdə doymayan, həddini bilməyən, sərhəd tanımayan bir düşmənimiz, bir qorxunç əcdaha, bir əbrəhə, 7 başlı bir əcdaha var. Eyni zamanda küçük bir firon var. İl boyunca ne istedi ettik. Ne zaman istedi yattı, ne zaman istedi durdu ve artık Ramazan ayı boyunca ipler kulun öz elindədir. Artık insan öz daxili dünyasına hükmü özü verir. Nefsin elinden hükümranlığı aldı. Bu zaman ruhun terekkisi başlayıp. Odur ki insanın nefsi kiçildikçe ruh böyüyür. Ramazan ayında bedenimiz ruhumuza baş əyəcək. Bunun için gıdalar azalmalıdır. Daxili dünyamıza daxil olan maddiyatın önü kesilmelidir. Çekimiz azalacaq. Nefsimizin isteği darılacaq. Ve onun həvəs ve onun ehtiraslarına karşı sədlər, sərhədlər qoyulacaq. Ve insan artık özüne gelecek. Özü olmağa başlayacak. Dünene kadar yalan danışan dil artık yalanı gerçekten bir tarafa bırakacak. Sevgili Peygamberimiz Aleyhisselatü Vesselam'ın bir hadis-i şerifinde söylendiği kimi birçok insanlar var ki o insanların tuttukları oruçtan sadece onlara acılık ve susuzluk kalar. Değerli insanlarımız, biz orucu tutmarıq. Oruç bizi tutar. Gözlerimizi yanlış yerlerden saklayar.
dilimizi yanlış ifadeler işletməkdən saxlayar və sadəcə əslində bizi insan olmamıza dəvət edər. Oruç tuttuğumuz zaman bizdə bir məlakuti duyğularımız formalaşır. İnsan bir ay ac qalmağı ilə əslində bir il ac qalanın halını, əhvalını duyur. Ne üçün oruç tuturuq? Biz orucun hikmətini dərindən anlamırıq, amma onu tutmağa çalışırıq. Əgər orucun fəlsəfəsini, əgər orucun içindəki xəzinələri görmüş olsaydıq, idrak etmiş olsaydıq, dünyada sadəcə müsəlmanlar deyil, qeyri-müslimlər də oruç tutardılar. Elə işin dadlı yeri, ləzzətli tərəfi burasından başlayır. Biz iman edirik, Rəbbimizə təslim oluruq və oruç tutduğumuz zaman ağzımızdan qoxular gəlir. Bəlkə də bizim üçün kərih duyğudur. Yanımızdakı insanı incitmiş ola bilirik. Amma bu qoxunun üzərində mələklər savaşır. Görün, Allah nəyə dəyər verir? Diqqətli olaq ki, uca yaradanın insanın daxilindəki gedən prosesləri necə izləyir? Əslində oruç bizə başqa bir qapı da açır. Şükür qapısını açır. Qənaət qapısını açır. Oruç bizə istiğfar qapısını açır. Oruç bizə ən böyük zikrin əslində oruç olduğunu bir daha özündən xatırladır. Dəyərli insanlarımız, günün böyük bir zaman intervalını biz oruçlu keçiririk. Sadəcə ac qalmırıq, susuz qalmırıq, cinsi ehtiyaclarımızdan kənarda qalmırıq. Əslində biz bu imtinaların vasitəsilə mələkutu aləmə dırmanıb, yüksəkləri fəth etməyə çalışırıq. Biraz öncə vurğuladığımız kimi, axı içərimizdə nəfis adında bir əbrəhə, onun da bir ordusu var, həsədi var, kini var, nifrəti var, suizənni var, kibiri var və s. 40-dan artıq İmam Qəzali Həzrətlərinin anlattığı kimi onun çox qorxunc, təhlükəli düşmənləri var. Və bunların vasitəsilə əslində, bu iç düşmənlər vasitəsilə insan savaşır. Bu parazitlərlə insan necə savaşacaq? Bunun üçün bir insanın özünə gəlməsi lazımdır. Dəyərli insanlarımız, bu mübarək ayda gecələrində insanlar fərqli qiyama durar. Yəni, uca yaradanın qarşısında qulluq vəzifələrini əda eləməyə çalışar. Günüzdə oruç tutmaq ilə yeni məsafələri qət edirik. Sahurlarımızın başqa ləzzəti var, iftarlarımızın başqa anlamı var. Həyatımız rəng olur. Hər gün yenilik var, hər an yenilik var, hər an tərəqqi var. Və bütün bu mənəvi tərəqqilərin içərisində insan yenə də üzünü Qur'ana tutur. Qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Dəyərli insanlarımız, hər kəs ki öz nəfsinin üzərində çalışacaq, öz nəfsinin ehtiyaclarını, nəfsinin ehtiraslarının qarşısını kəsəcəksə, o insanda artıq Allaha qarşı, o bizə şah damarımızdan yaxın olan Rəbbimizə qarşı yeni qapılar açılacaqdır. Biz hər addımımızda ona yaxın olacağıq. Hər sözümüzün təsiri olacaq. Etdiyimiz dualar məqbul olacaq və beləcə dünya və onun içərisində olanlar birər-birər aradan sıyrılıb çıxacaq. Cəhalət duyğuları bizi tərk edəcək, qəflətdən uzaqlaşacağıq. Biz artıq ailəmizlə də mehriban olacağıq, dostlarımızla da mehribanlaşacağıq. Artıq cəmiyyətdə mənəvi bağları bir-birinə bağlı olan insanlar ortaya çıxacaq. Düşünürsünüzmü yer üzərində, oruç vaxtında Allahın qulları içərisində, mən nə üçün Allahın qulları deyirəm? Əslində hamımız Allahın quluyuq. Amma ona qulluq edən, gerçəkdən onu tanıyan, təvazükarlığının içərisində kibirini bir tərəfə qoymuş, insanlıq zirvəsinə yelkən açmışlar, təbii ki, Rəbbimizin gerçək qullarıdır. Hər halda nə qədər biz Allahın qulu görməsək belə, bu yanlış düşüncələrimizdən dolayı Rəbbimiz yenə Qur'an-ı Kərimdə Qul yə ibadiyəl-ləzinə əsrəfu alə ənfusihim lə taqnatu min rahmətilləh deyir. Günah bataqlıqlarına batmış, gecə-gündüz haramların içərisində olanlar, faizin içərisində olanlar, şirkin, küfrün içərisində olanlar, harada olsa belə uca yaradan yenə öz qullarım deyə xitab edir. Qullarım deyir. Mərhəmətlərin ən mərhəmətlisi,
şəfqətlilərin ən şəfqətlisi olan uca yaradan qulum deyə xitab eləyir. Dəyərli dostlar, odur ki, Ramazan ayı bir qulluq ayıdır. Ramazan bir məktəbdir. Bunun şəhadətnaməsi sonda təqvalılara qulluq etdikləri üçün veriləcək. Kim səmimidirsə, kim ixlaslıdırsa, kim təvazükarcasına yaşayacaqsa, təbii ki, onun mükafatı da daha artıq olacaq. İnnəmə yuvaffa as-sabiruna ecrahum bi gayri hesab. Kitab belə söylüyor. Səbirli olanlara əcrləri, səbəbləri bi gayri hesabin, hesabsız veriləcək. Amma mütləq veriləcəkdir deyir uca yaradan. Dəyərli dostlar, ona görə bu ay boyunca çalışacağıq səbirlə, təmkinlə. Bu müqəddəs yolun, bu qüdsü yolun ibadətini doğru yerinə yetirək. Bizi kimsə incitsə də çalışaq dilimizə hakim olaq. Bizə kim acı söz söyləsə belə, biz gəlin bağçada gülü seyr edək. Ola bilsin suizənnə məruz qalsaq, yenə hüsnü zənn qapısını açaq. Bizə kim pislik eləsə, Quran-ı Kərimin söylədiyi kimi pisliklərin qarşısını almaq üçün yaxşı iş görək. Xeyirxah olaq, əməli salih olaq. Doğrudur, çətindir bu. Bəs nəfsimizə qarşı niyə mübarizə aparırıq? Hələ iblisi, dəccalı söyləmədik. Bu ay boyunca onun əli qolu bağlıdır. Artıq biz öz daxilimizdə böyük islahata başladıq. O qəlb dövlətimizi inşa etməyə, içimizdəki imanın gücünü artırmağa, içimizdəki o irfanı hissləri qabartmağa çalışırıq. Orucun ən böyük mahiyyəti də elə əslində burada gizlidir. Nə üçün oruç tuturuq? Biz ona görə oruç tuturuq ki, bu Allahın bir əmridir. Rəbbimizin əmri olduğu üçün, onun hökmü olduğu üçün bu əmri yerinə yetiririk. Yoxsa arıqlamaq üçün, yoxsa bədənimizdəki toksinlərin atılması üçün oruç tutmarıq. Doğrudur, 10 saat, 12 saat oruç tutan bir insanın damarından qan alsanız, oruç tutması bəlli olar. Artıq damar təmizlənib, qan təmizlənib, bədən təmizlənir. Ancaq maddi təmizləməkdən daha çox bizim mənəvi təmizliyə, kindən, nifrətdən, ədavətdən, eyni zamanda qəlbimizin məruz qaldığı yüzlərlə, o parazitlərdən aldığı zədələrdən təmizlənməlidir. Bizim ruhumuz dirçəlməlidir. Önəmli olan odur. Çünki Quran-ı Kərim deyir ki, وَنَفَخْتُ ف۪يهِ مِنْ رُوحِ Allah-u Teala deyir ki, mən insanın içərisinə ruhumu üflədim. Bax, həmin o ruh var ki, içərimizdə, o bədən qəfəsinin içərisində kirlənib. Biz ona namazı vaxtı-vaxtında əda edib, zikrimizi, həmdimizi, sənamızı, şükrümüzü edə bilmədiyimizdən dolayı bu ilahi qonağı içərimizə həbs elədik. Odur ki, Ramazan ayında ona böyük bir azadlıq veririk. Ruhumuz artıq genişlənir, bir şəhər halına gəlir. Bəlkə də kainatı ehtiva edəcək qədər böyük olan bir ruhumuz var. Odur ki, insan Ramazan boyunca Rəbbimizin əmrlərinə itaət edincə, təslimiyyət ruhunu böyütdükcə ruhu da böyüyəcək. Biz məhz elə ona görə oruç tuturuq ki, Allaha gözəl qul olaq. Dəyərli dostlar, növbəti görüşə qədər Allaha əmanət olun.